şey pula göre gelmişim. Pul kazanmak için. İki videoya gösterdi 100 euro pul göndermeli. Bəli, əslində elə burada hər şeyi bitirmək olardı. Öz dili ilə etiraf eləyir ki, mən hər şeyi pul üçün edirəm. Yəni pul üçün bu adam hər şeyini verər, satar. Necə ki satır. Və burada videonu bitirmək olardı. Demək olardı ki, əşi mən buna baş qoşmuram. Yox, amma elə zarafat yoxdur. Mən bu adamı qovacam, özü bilir hara qədər. Ta ki o vaxta qədər iki əlini köpəklər kimi qaldıracaq və üzr istəyəcək məndən, mənə atdığı şərə görə. Şərlə bağlı da danışacağam, hər şeylə bağlı danışacağam. Amma mən bu videoda sizə elə videolar verəcəm, göstərəcəm dəyərli izləyicilər. Elə videolar paylaşacağam ki, bəlkə çoxunuz unutmuşdunuz ki, bu vətən xaini, bu ləyaqətsiz, bu Azərbaycan zabitini, Azərbaycan şəhidini, Azərbaycan ordusunu, Azərbaycan haqq mübarizəsini necə aşağılayır. Ermənidən betər ermənidir bu adam, dəyərli izləyicilər. Bir başlayaq. İngilislər demişkən step by step, addım ba addım bu adam hansı şərəfsizliklə, necə və hansı formada məşğul olub. Bizim antiterror əməliyyatımızı aşağılayıb. Bizim vətən savaşımızı aşağılayıb. Ermənilərin qondarma Artsakın gücünü artıracaq cümlələr sərf edib öz verilişindəki Artsakdır da və s. Onların hamısını, bəzilərini heç şərh olmadan sizin nəzərinizə çatdıracağım ki, izləyəsiniz, görəsiniz ki, bu adam əslində bunun mahiyyəti nədən ibarətdir? Ayıbdır, ayıb olsun. Fuaların həmən o video əməliyyatlarını paylaşırlar və insanlar da oradan like qoyur, belə həzz alırlar. Güya həzz alırlar. Onları öldürdü, erməniləri öldürdülər. Orada hansısa bir video paylaşılır, güya erməni yerləri, postları dağıdılır. Bundan həzzə qapılmayın siz. Ay bayraq, ay antiterror əməliyyatı, biz prezidentimizi dəyişdiririk, ali başkomandan falan fikirlərində olsunlar. Mənim vecimə deyil. Antiterror əməliyyatları həyata keçirirlər. Boynunuzu yerə soxun. Ona görə də Azərbaycan xalqı elə bugün də yaşayır. Bax, buna görə bugün də yaşayır. Bəli, boynunuzu yerə soxum deyir bütün xalqa. Kimlər ki, antiterror əməliyyatının zamanında təbliğ edirdilər, onlarla bağlı videolar paylaşırdılar. Ermənidən betər ermənidir. Buna süni intellekt deyə bilər? Yox, özü deyib bunu. Bugün qazilərin, bugün şəhid ailələrinin, onların hüquqlarını müdafiə edirsən. Sən zamanında onları bu formada təhqir eləmisən. Keçirik ikinci videoya. Görün, Azərbaycan ordusunun bu əməliyyatlarının arxasında həm də nə gizlənir, nə məlumatlar var, nə eyhamlar var. Yəni, Qarabağda olan hərbi birləşmələr, silahlar Ermənistana aid deyil. Və Ermənistan deyir ki, mən Qarabağda baş verənlərə qarışmıram. Bundan artıq Azərbaycan nə istəsin, nə gözləsin? Heç şübhəsiz ki, təxribatı Azərbaycan tərəfdədir. Niyə? Çünki artıq ermənilər sübut ediblər ki, bu birinci atəşi başlayan və birinci təxribatı hücumu həyata keçirən Azərbaycan tərəfi olubdur. Dağlıq Qarabağda Artsaq Respublikasının, bəli, o respublikadır. İstəsək də, istəməsək də, tanınsa da, tanınmasa da artıq respublika kimi nazirlikləri var, prezidentləri var, parlamentləri var, müdafiə naziri var, hərbiçiləri, 17 min hərbiçi var. 17 min erməni hərbiçisi var orada. Gördünüz mü? Bunu da bu adam deyir. Bu sözləri də bu adam deyir. Ermənidən betər erməni kimi danışır. Ermənidən betər Qarabağla bağlı, bizim döyüş mövqelərimizlə bağlı, bizim aşağılamamız hesabına, Azərbaycan ordusunu və Azərbaycan insanını aşağılaya danışır. Bu vətən xainliyi deyil də nədir? Budur vətəni sevən. Budur oturub Almaniyada Azərbaycan ordusunu, Azərbaycanın döyüşçüsünü, əskərini aşağılayan və indi, çünki onlar təxmin etmirdilər ki, biz 44 günlük savaşda belə böyük nəticələr əldə edəcəyik, təxmin etmirdilər. Və əmin idilər, inanırdılar öz aləmlərində ki, əşi Rus qoymaz, əşi filankəs qoymaz. Biz qalib gələndə Azərbaycan ordusu, bunlar özlərinə, mən bundan danışıram hal-hazırda. Bax, bu özünə yer axtarırdı ki, nə etsin, başını hansı divara vursun. Mən bəzi məsələləri sizinlə bölüşürəm, ictimaiyyətə danışıram. Bəzilərini isə yaşadığım ölkənin polisi bildirir ki, bu məsələləri ictimaiyyətlə bölüşməyə ehtiyac yoxdur və etmirəm. Almaniyada heç Alman hökumət dairələrinin tapşırıqlarını və yaxud da ki, sözlərini vecinə heç vaxt almayacaq şəxs Tural Sadıqlıya mı nüfuz edir Fransa? Nə oldu? Bəs deyirdin ki, mənə heç kim nüfuz eləyə bilməz. Sonra deyirsən ki, mənə zəng eləyirlər, mənə deyirlər ki, bəzi məsələləri deyil, bəzi məsələləri demək. Ki, mən nətər, hansı formada işlədiyin göz qabağındadır, bir mənalı şəkildə.
Və çox maraqlıdır ki, bunu bizdən daha çox onun öz yaxın çevrəsi çox rahat şəkildə ifşa edib. Qabili belə, Mirzəlisi belə, bununla bağlı ən yaxşı, ən böyük reallıqları, həqiqətləri onların özləri deyiblər. Dinləyək, Qabil nə deyib onun haqqında? Tural Sadıqlı da deyir ki, Tural Sadıqlı da, Tural, məni güya nipraf çıxartmaq istəyir danaya. Tural, səndən 100 dənə olsa, bir dənə Qabilin çəkisini verməzsən. Əcəba İngiltərəyə gedib məni mi satıbsan, oradan mı satıbsan, hardan mı satıbsan səndən? Tural bəy məni öldürdürə də bilər, çünki adresimi bilir, ondan hər şeyi də gözləyirəm mən. Yalan deyirəmsə şərəfsizəm. İngiltərədə bölüşdürdüyünüz haqq hesablar, bütün haqq hesabları ortaya qoydular. Mən nə bilim bu Hasan Sattorov 300 min deyir, o biri neçə deyir, özü çıxır deyir almışam, grant almışam, nə bilim nə almışam. Əbət Tural, gecə-gündüz Aşbada nə gəzirdik? Gecə-gündüz Aşbada, dünya mediasına çıxaq, ora çıxaq, bura çıxaq, nə gəzir? Mühacir hökumət yaradar Fransada, nə bilim neyniyək, və niyə eləyirdin onda? Mənim başıma gələn işə baxa, mənim başıma gələn işə baxa, kimə qardaş deyirsən nə çıxır, bacı deyirsən nə çıxır. Oyun oyuncaqdır, nə xalqı aldatırsan, atmaskalıq eləyirsən, belə eləyirsən. Bunun fəsadlarını görəcəksin, Tural bəy. Gördünüz, bunu da Qabil deyir, bunu da biz demirik ki. İndi keçirik Mirzəlinin videosuna, hansı ki onu daha ağır bir şəkildə ifşa eləyir. Tural Sadıqlı, Əlövsətin oğlu. Namusdan danışsan, kişilikdən danışsan, qeyrətdən danışsan, mənə anamla ittiham edirsən. Ailə məsələlərinə qarışsaq, mən qarışmaq istəmirəm, bu mövzuya qarışmaq istəmirəm. Biabır olarsan, niyə? Biabır olarsan, adam da arvadı qapıdan qoyuyor. Demirəm də, arxasını demirəm. Arxasını istər özün çıxsanlayamır danışçına. Geri bax da, geri etdiyin, ailənə qarşı etdiyin hörmətsizlərə bax. Almaniyada etdikləri, evlənib sonra nə etdiklərinin haqqında bir geriyə bax. Ondan sonra gəldilər ki, çıxam o sənə bir dənəsi. Bir namusun olsun, bir kişiliyin olsun, qeyrətin olsun. O səndə yox, itirmirsən. Bunu da bunlar deyirlər, dəyərli izləyicilər. Biz demirik. Özlərini o qədər gözəl tanıyırlar ki, bilirlər ki, kimə hansı söz, hansı formada deyir o, üzük qaşa yaraşan kimi yaraşır. Ona görə də Tural Sadıqlı deyir ki, bir gün öncə biz azad söz olaraq güya ki, heç bir yerdən maliyyələşmirik, yalnız xalqın dəstəyindən istifadə edirik. Məhəmməd Mirzə deyir ki, Tural Sadıqlı alıb bu grantı. Demək, Məhəmməd Mirzə düz deyir. Yəni, bu adam bu grantı alıb. Məhəmməd Mirzə niyə çıxsın desin ki, Tural Sadıqlı grant aldı. Tural Sadıqlı desin ki, biz yalnız xalqdan gələn yaya. Tural Sadıqlı Berlində ofis nəyinə tutdun? Aldığın o 450 manatdan tutdun sən şeydə. Deyirsən 450 euro pul alır ha. O Almaniyada nəm yardım alır. Almaniyada nəm yardım alırsan. 450 eurodan getdin şeydə, ofis tutdun, hər şey. Persuz aldın qoordinator başladın danışmağa. Fatimə Mövlaninin pulu yemisən. Sirazla Fərəz qardaşlarını susma, nə bilim səhifəsi nə idi, onu idarə etdiyinə görə onu aparıb polisə şikayət edən Tural Sadıqlı, Əlövsətin oğlu. Sən mən, Əlövsətin oğlu. Sənin videoyu var, azad sözdə 198 nəfər adam baxırdı. Vicdanıma and olsun 198 nəfər adam baxırdı. Deyirsən ki, getdi yanımıza adam çəkdik. Nə vaxt sən mən çəkdirsən yanıma? Bəlkə mənim xəbərim yoxdur. Sən Cəlalı tanıyırsan da, Cəlalı yaxşı tanıyırsan. Cəlaldan mən xəbər göndərmişdi. Məhəmməddən bir xahişlə səhifələrimizi birləşdirək, horoskopdur, nədir? Yəni, mən onun üstündə deyirəm adım. Yəni, yayımları bir yerdə paylaşaq ki, yəni, reytingimiz düşməsin. Reyting xatirinə mübarizə aparan qaqaş, pirus, saxta sənət satan, Əlövsətin oğlu, insanları alladan, Avropanın, Almaniyanın küçələrinə gətirib tökən Əlövsətin oğlu, sən mən. Çıx ki, Zakir Ağayevə cavab ver. Bax, bu da bir başqa video. Eyni zamanda, bax, mən Vətən savaşı dönəmində nələr deyib, ermənilərə münasibət olaraq sizin nəzərinizə çatdırdım. İndi utanmadan hamımıza deyir ki, bəs xəbəriniz varmı? Mənim kanalım böyükdür, filandır, beşməkandır, mən beləyəm, inkişaf eləyirəm və s. və ilaxır. Və onu, bax, bu videoyla Qurban Məmmədov ifşa eləyir ki, o hansı kanalı necə alıb, necə hansı formada böyüyüb. Bax, bu da faktlarla da heç biri uydurma deyil. Bunu da izləyin, dəyərli izləyicilər. Dostlar, sonda bəzi kanalların böyüklüyü ilə bağlı bizsə bir
düşünmək üçün material təqdim edirəm. Kanallarından birini almaq istəyirdilər. Hə, Nə oldu ona? bu Tural Sadıqlı. Tural Sadıqlı. Tural Sadıqlı da. Almaniya. Bəli, Tural Sadıqlı, yəni özü baxırsa da buradan. O bəzi kanallar niyə böyükdür, kiçikdir, niyə görə azadlığı ictimaiyyətə ciddi təsir eləyir? Səbəbin baxın görəcəksiniz kim. Mənim kanalım 500 min abunə olanda mənə yazdı ki, kanalı satırsanmı? Mən də murtdaşıb yazdım ki, bəli, dedi neçəyə? Dedim 500 min euroya. Ki, bilirəm ki, Biri 1 euro. hə, biri 1 euro. Abunəsin birini 1 euro. Bizi yəni 1 eurodan Amma satır, biz də var. təbii Mən ki, çıxım da gedir. təbii Mən ki, çıxım onu kanala. satmaq istəməzdim. Çünki o mənə dedi ki, kanal Bu deməyə deməli kanalın məlumatıdır. Çox ciddi faktlarda baxın ki verin. videolarını tamamilə siləcəyik, adını da dəyişəcəyik, Tural Sadıqlı qoyacağıq və sənə də pulu verəcəyik. Amma mənə 120 min təxminən civarında pul təklif edirdilər euro. Yəni mənim üçün kifayət qədər böyük məbləğ idi. Hətta məndən sonra Xəyali xanım var, bir bax kanalı, o da böyük abunəsi var idi. 300 min abunə var idi. Onlar artıq, yəni belə deyək də söhbətləşirdilər, eləyirdilər. Yəni ona qarşı da mən çıxdım ki, yox. Gördünüzmü? Bax bu da onun ortaya qoyduğu, belə deyək də, saxtakarlıq, rəzalət və ikiyüzlülük abidəsi olan faktlardır. Baxsın buna, bir daha adam arasına çıxa bilirsə çıxsın. Və təkcə bu deyil, yenə də deyirəm, mən keçən dəfə də əbəs yerə demədim, onu söyənlər də çoxdur, onu təhqir eləyənlər də çoxdur. Adamları aldırıb, gəl bura sənə kömək eləyəcəm, filan qədər pul. Adamlar qayıdıblar, mağdur vəziyyətə düşüblər və video çəkiblər. İzləyin. Buradan sözüm Tural Sadıqlıyadır. Ay Tural Sadıqlı, ay heç olmasa bizim kimi kasıbların adından istifadə eləmə. Bizim kimi mübarizə aparan, düzgün mübarizə aparan, sivil qaydada mübarizə aparanların adından istifadə eləmə. Gedib o mühacirləri oturum satırsıza, qənimə zahiddir, nə bilim bu giydirmə dırnaq arası blog ellərdir ha. Gün aç susuz vağzalda yatdım. Hamımıza zəng elədim. Oturumu belənci, dəstəyi belənci pulla satırsınız. Ay şərəfsizlər. Gördünüz? Bunu da mən demirəm ki. Adamlar, zərər çəkənlər var ortada, dəyərli izləyicilər. Faktlarla, sübutlarla danışıram mən. Adamın eləmədiyi iş yoxdur, adamın bulaşmadığı çirk yoxdur. Hamısı bilir, yaxın ətrafı bilir. Şərrəmə desəm bunda, çirkli pul desəm bunda. İnsanları aldatmaq desəm bunda, şərəfsizlik desəm bunda, şər atma desəm bunda. Hamısı bunda. Qayıdacam. Dünən yekə ki gözünü bərəldirdi qurbağa kimi. Gözünü bərəldə verdiyi sualların da cavabını bir-bir ondan soruşacağam detallı bir şəkildə. Bizə deyir ki, mənə deyir konkret olaraq ki, yaxşı bəs mənə korrupsiya, nə belə filan şey, mənə məhkəmə. Dünən sənədlər gəldi. Heç bir problem yoxdur. Ümumiyyətlə mən bu məsələni demişəm ki, sonuna qədər araşdıracağam. Mənim üçün heç bir problem yoxdur. Söyləyirəm. Bax, əlində paçkalarla pul tutmuş deyə Tural Sadıqlı. Əlində göstərdiyi 20 min avro araşdırılması üçün 3 nazirliyin səlahiyyəti altındadır. Birbaşa onlara yazılmasa da. Federal Maliyyə Nazirliyi Bundesministerium der Finanzen BMF. Bu nazirliyə tabi olan qurum var. Zol, Gümrük. Pulun haradan gəldiyini, bəyannamənin verilib-verilmədiyini və bununla bağlı şübhə varsa Zol araşdırır. Federal Daxili İşlər Nazirliyi BM'nin isə tabi olan BMI. Ona tabi olan Polisiya cinayət araşdırmalarıdır. Pulun qanunsuz fəaliyyət nəticəsində əldə edilməsindən şübhələnilirsə, bu polis gəlir və Federal Əmək və Sosial Nazirliyi BMA-sının altında da demək Job Center və Sosial Met. Və hal-hazırda bu adam araşdırma altında. Deyirəm maşın satdım falan, yalan söhbətdir. İndi hüquq mühafizə orqanları bunun dəyini belə deyək, çəkəcəklər. Soruşacaqlar ki, xeyr ola. Sən bəs axı bizim həm sosial yardımımızı alırsan, həm də əlində paçka pullar gəzdirirsən. Bu pullar hardan gəlir sənə? Bank hesabları araşdırılır. Yəni, dəyərli izləyicilər, həmin şəxs sosial yardım alır və gizli gəliri var. Qısa konkret. Və bu sosial bertruk, sosial dələduzluq alır. Belə bir cinayətdir və 2025-ci ilin yanvar ayında çıxan qanunla da 5000 dollardan yuxarı keş pul saxlamaq Almaniyada qanunsuzdur və məsuliyyətdir və s. və axır. Bax, indi araşdırma da o qismdə, o istiqamətdə getməkdədir. Araşdırdıq, qoyduq mu ortaya? Siyasi dəllalsan, insanları aldadırsan. Gəl bura, sənə kömək eləyəcəyik, sənət, sünnət. Gəlir, insanlar mağdur vəziyyətdə olur, pulla eləyirsən bunu. Çıxdı mı ortaya? Çıxdı. Oradan pul alırsan, Alman qanunları hərəkətə keçib səni bugün sabah məhkəməyə cəlb eləyəcəklərmi? Eləyəcəklər. Saxta statistika ilə kanal saxlayırsanmı? Saxlayırsan.
Sübutlardır da bunların hamısı, düzdür. İnsanları aşağılayırsanmı, aşağılayırsan. İnsanlarla bağlı şantaj edirsənmi, edirsən. Hamısı. Hər şeydən də əvvəl, hər şey, bütün bunları qoyaq bir kənara ki, qoymaq mümkün deyil əslində. Sən Azərbaycanın haqq savaşını dilinə doluyursan, vətən xaini. O insanlar orada vuruşanda, o insanların ailələri orada, o insanlar, o əskərlər üçün dua eləyəndə sən o müharibəni aşağılayırdın, aşağılamırdın. Boyunuzu yerə soxum deyirdin, sənin boyunu yerə soxsun Azərbaycan cəmiyyəti. Mən soruşuram onu izləyən insanlardan. Bundan sonra bu adama baxmaq olar, bundan sonra bu adama inanmaq olar. Utanmaz. Sən hələ belə bir dosyan olduğu halda, bu çirkli bir dosyan olduğu halda sən necə bizə dil uzada bilirsən? Ləyaqətsiz gədə. Keçək şəxsi məsələlərə. Keçək, heç bir problem yoxdur. Utanmaz adam dünən yazır və dünən danışır ki, və gedir köhnədən mənim verişlərimi izləyir, baxır filan, beşməkan olsun. Mənim dediyim ki, montajçımdan da yaxşı iş çalışır. Bəlkə onu orada işlədə də bilərik, amma o bizim zamanında, bir daha söyləyirəm, redaksiyamıza gəlib, bu fotoları izləyirsinizmi? Gəlib sülənirdi bu redaksiyada, iş axtarırdı, istəyirdi ki, gəlsin, yalmansın bir yerdə. Ona bir iş tapşıraq da ki, get onu gör, bunu gör. Amma bunun baxırsan, görürsən axı bunun mənəviyyatını. Baxan kim bilirsən ki, bu çox mundar birisidir. Yəni bununla yola çıxılmaz. Bundan erməni yasına da gedilməz ki, şəkilada görüldüyü kimi bundan erməni yasına getmək olmaz. Hə, bax budur. Gəlirdi, bizdə işləmək istəyir, biz bunu kənarlaşdırmışdıq. Yəni sən bizə lazım deyilsən, qısa konkret. Amma adama deyərlər, həmin redaksiya, həmin baş redaktor, həmin kollektiv. Nə sülənirdin burada, gedə? Nə işin var idi sənin bizim redaksiyamızda? Niyə bizdə işləmək istəyirdin? Gəldin, yalmandın, yalıbı vermədik sənin, çıxdın, getdin ora, başladın orada hürməyə, eləmi? Budursa da hər şey, bu da faktdır da, hər şey fakt deyilmi? Mən də faktdan danışıram. Heç nəyi təhrif eləmirəm ki. Keçək şəxsi həyata. Bax, dəyərli izləyicilər, bunun şəxsi həyatını heç kəs ortaya çıxartmayıb. Bunun həyat yoldaşı deyilən qadın özü çıxardıb ortaya. Dünən utanmadan deyir ki, mən, lap tutaq ki, mən xəyanətə məruz qalmışam, mən daha şərəfliyəm. Sən o vaxt şərəfli olardın ki, bir Azərbaycan kişisi olaraq ilk gün xəyanətə məruz qaldığını biləndə yolları ayırardın. Sənin şərəfsizliyin məhz o deyini anlamadın, danqalaq. Bir daha izah edirəm sənə. Gerizəkalı. Sən o vaxt şərəfli kişi olardın ki, xəyanətə məruz qaldığını anladığın anda yolları ayırardın. Sən qaldın. O qadının sənə buynuz taxmasına dözə-dözə qaldın, uşaq dünyaya gətirdiniz, birgə yaşadınız filan beşməkin. Amma sonra yeməyin duzu az olanda, uşağın pampersi iyi verəndə götdün o qadını çırpdın, döydün, vurdun, şiddətə məruz qoydun. Və ondan sonra bütün hoqqa çıxdı ortaya. İndi deyirsən süni intellektdir. Nə süni intellekt? Cəmaat axmaqdır, cəmaat cahildir. Süni intellektdə emosiya olmur. Hamısı emosional danışıqlardır. Süni intellekt robotlaşdırılmış səslərdir. Orada sənin emosiyan var. Hamısı var orada. Bunlar faktdir, yazışmaların faktdır və bunun heç birini biz çıxarmamışıq ortaya. Sənin həyat yoldaşı dediyin qadın çıxarıb, canını götürüb çıxıb gedib sənin yanından. İndi deyir zəngirin o qadına danışsa, nə danışacaq o qadın? Deyib Allah vursun onu da, çıxıb gedib həyatını davam elətdirmək istəyir. Sənin kimi uğraşmaq istəmir, uşağını böyüdür, nə edirsə, hardadırsa da Rusiyadadır hal-hazırda. Almaniya səfirini oradan müraciət edib, səndən şikayət edib. Sənədlər qoyub ortaya ki, biz nətər deyirik ki, ay Allahın iti əl çək bizdən, mən nətər burada deyirəm. Azərbaycanın tanınmış insanlara nətər səhər deyirlər ki, ay it əl çək bizdən. O qadın da elə deyib, ay it əl çək bizdən. Deyib və səni ignor eləyib, zəngiriyinə o qadına. Mən niyə zəngiriyəm? Qadın da faktı qoydu ortaya, yazışmanı qoydu ortaya, səsi qoydu ortaya, təzyiqin əlamətlərini qoydu ortaya. Sən də mesajda yazmısan ki, ay filan kəs, bizim səs yazılarımızı sən yaymısan, sənin nömrəndir də, bilmirik biz bunu, kimə gəlirsən sən. Mən axı bir daha söylədim orada ki, heç bir kişi, xəyanətə məruz qalan heç bir kişi ailə həyatını davam elətdirmir və bunu sənə sübut olaraq söylədim. Sən niyə cəmaata şər atırsan? Sən indi xəyanətə məruz qalmısan deyə, niyə Azərbaycanın şərəfli insanlarını, kişilərini sən xəyanətə məruz qalmısan deyə ləkələməksin? Axı hamı sən deyil. Sənin dediyin parametrdə yaşayan qadın, sənin dediyin kimi əxlaqsızlıq eləyən qadın halal zəhmətlə çalışmır. Bir daha söyləyirəm. Haram pul yeyən qadın səhər saat 7-də işə gəlib, axşam saat 6-ya qədər işləmir. Bildin? Gedib hansısa qəsəbədə, şəhərin mərkəzində filanda yox, qəsəbədə, Biləcəri qəsəbəsində, bir kənar qəsəbədə 2 otaqlı bir mənzildə yaşamır. Kreditlərlə yaşamır. Ki, get, səni bax saxlayan kişilərdən sorur. Deyən ki, bir maraqlı alın görün, Sevinç Delman qızının nə qədər bankda krediti var? Neçə bankda krediti var? Bəli, kreditlərlə yaşayır insanlar. Başa düşdün? Bütün parametrlər, uşaqlar dövlət məktəbində oxuyur. Ödənişli təhsil almırlar.
Özləri dediyim kimi normal orta statistik Azərbaycanlıdan da bir qədər aşağı səviyyədə yaşayırlar. Və sair və ilaxır. Evdir, maşındır, bunların hamısı o qədər standartdan aşağıdır ki, mənim bunu sübut eləməyimə belə ehtiyac yoxdur. Bunu bütün məni tanıyan, bütün çevrə bilir. Bu elə bir şeydir ki, pulu gizlətmək olmur, anladın? Necə ki, sən gizlədə bilmirsən, hərdən ora-bura belə görməmişlər kimi səpirsən. Pulu gizlətmək olmur. İnsanlar halal zəhmətinlə yaşayırlar, çalışırlar və bu bir artıq sübutdur da, geri zəkalı, axmaq adam. Sənin dediyin parametrdə ki, qadın bu həyat tərzində yaşamır, lüks həyat tərzi yaşayır, səhərdən axşama qədər işləmir, səhər saat 7-də işə gəlmir. Başa düşdün? Yaşayır. Bax, sən məsələn gündə nətər bir dənə efir verirsən. Bayaqlaksız sənsən. Ondan bunun, onun bunun kişisindən pul alırsan, qoyursan cibivə. Bayaqlaksız gündə bir dənə efir verirsən. Ondan sonra gedirsən, əgər cür əxlaqsızlıqla məşğul olsan. Biz isə normal, zəhmətkeş insanlar kimi səhərdən axşama qədər çalışırıq. Bax, mənim tamaşaçılarım bilirlər. Səhər saat 9-da bir efirim olur, 11-də bir efirim olur, saat 1-də bir efirim olur. O efirlər bitəndən sonra montajda otururam. O efirlər bitəndən sonra redaktör işlə məşğulam. Ta ki saat 6-ya, 7-yə qədər. Evə gedib çıxınca da dediyim kimi buradan, Neftçilərdən Biləcəriyə qədər 2 saatlıq yoldur. Səhərdən axşama qədər iş başında işləyirik, çalışırıq. Ailəmizə, övladlarımıza halal çörək aparmağa çalışırıq. Biz səndən fərqli olaraq. Borcumuz da var, xərcimiz də var, pulumuz çatmayanda qulağımızdakı sırğanı çıxardıb lambarda da verə bilirik. Heç bir problem yoxdur. Heç bir. Gəl Azərbaycanda soruş insanlar necə yaşayır. Biz belə yaşayırıq, ay şərəfsiz. Biz borcla, xərclə, bu bankdan aldığımız kreditlə o bankın kreditini bağlayırıq. O aldığımız borcdan buranı var. Yaşayırıq da bir şəkildə. Azərbaycanda bu cürdür normal, ləyaqətli həyat yaşayan insanlar bu cür yaşayırlar. Lambard bilsən nədir şərəfsiz? Gedirsən qızılığı qoyursan ora. Qramını ölçürlər, müəyyən məbləğ verirlər. Bir ay sonra gəlirsən, onun üstünə 40 manat, 50 manat verirsən, faizinin o qızılığı geri alırsan. Biz bunu deyirik, problem yoxdur. Bu bizi əskiltməz. Bizi əskildən bilsən nədir? Bizi əskildən sənin kimi şərəfsizlərin, sənin kimi ləyaqətsizlərin bizə dil uzatmasıdır. Mənə deyirlər, Sevinç xanım ona baş qoşma. Deyirəm ki, mən zaten baş qoşmurdum. Bu adamın pulu yalı kəsiləndə bu bilmədi hara belə quduz köpək kimi hücum eləsin. Və mənə hücum elədi. Bilirsinizmi nəyə görə? Çünki Azərbaycanda ən populyar kanal, ən populyar aparıcı mən idim. Aparıcılardan biri deyim, yaxşı təvazökarlıq eləyim. Mən bundan işim yox idi. Birdən-birə və bir ay buna baxdım ki, bu niyə quduzdaşıb? Bunun iynəsini kimsə vuracaq? Yəni deyəcəklər ki, bu sakitdir. Gördüm yox. Mən bilirsiz nə vaxt dilə gəldim? Bu mənim ailə həyatıma dil uzadanda. Ləyaqətsiz Azərbaycanda da ən ucuz hərəkət odur. Mən hər zaman bunu tənqid eləmişəm. Faktı olmadığı halda qadına şər atmaq. Mən o şəri səni məhkəməyə verərək təbii ki, qabağını alacağam və eyni zamanda səni də cəzalandıracağam, narahat olma. Ümid edirəm ki, yenə deyirəm ki, Almaniya məhkəməsi sənin öhdəndən gələcək. Azərbaycan məhkəmələri də sənin öhdəndən gələcək və sən layiq olduğun cəzanı alacaqsan. Və onda sənin üzünə tüpürmək üçün insanlar ordusu yaranacaq. Dünən mənə o qədər adam zəng elədi ki, qazisi var idi arasında, şəhid ailəsi var idi arasında. Dediyim kimi, Azərbaycan ictimai-siyasi xadimləri var idi aralarında ki, biz sizin yanınızdayıq. Çünki biz də zamanında bu şərəfsiz gədə tərəfindən bax belə ağla sığmaz şərlərə, böhtanlara məruz qalmışıq. Faktlarla deyirdilər. Yəni Azərbaycana gəlsə sizin boğazınızı özmək istəyən o qədər adam var ki, heç narahat olmayın. Və bunların hər biri, bax mən efirin əvvəlində sənin ermənilərlə bağlı dediyin o qulağından da sevgi tökülən videolarını sənin nəzərinə çatdırdım. Vətən savaşımızı necə aşağıladığını. 44 gün savaş, 44 günlük savaşda Azərbaycan jurnalistləri burada bütün gün həyəcanla oturub gözləyirlər ordumuzdan gələn gözəl xəbərləri. Sənlə bizim aramızdakı fərq həm də odur. Biz ermənilərlə, mən şəxsən özüm ermənilərlə burada müsahibə götürmüşəm. Hamısını suallarla, faktlarla, argumentlərlə məhv eləyib qoymuşam kənara. Nəyə görə? Çünki mən Azərbaycanlıyam. Mənim damarlarımda Azərbaycanlı qan axır. Sən isə ermənidən betər ermənisən. Hətta erməni belə etiraf edir ki, Azərbaycan ordusu güclüdür. Erməni belə etiraf edir ki, Zəngəzur dəhlizi Azərbaycanındır. Erməni belə etiraf edir ki, Qarabağ Azərbaycandır. Sənin dilindən o belə çıx, o qədər rəzil bir qədəsən sən. Ona görə deyirəm, yəni səni ifşa etmək üçün günlər yetməz. Amma mən səni qovacam, özün də bilirsən, hara qədər. Layiq olduğun yerə qədər qovacam səni. Ailə anlayışı olmayan, vətən anlayışı olmayan, vətənsiz, ailəsiz, ləyaqətsiz, şərəf yoxsul olan birisini mən faktlarla ifşa eləyəcəm. Və sona qədər gedəcəm, narahat olma. Sənin çünki o qədər videolarım var ki. Və dünən
Elan elədi ki, narahat olmayın, mən fəaliyyətimi davam edirəm filan 5 milyon. 2 gündə nə oldu? 2 gün içində bu it kimi bizə saldırdı, hücum elədi. Sonra getdi ağalarına göstərdi bu videonu. Görürsüz məndən danışırlar. Görürsüz TV Musavat məndən. Mən önəmliyəm, mən vacib 5 manat, 10 manat pul ver. Dedə yalvardı. 2 gün sonra ona o pulu verdilər. Məsələ budur sadəcə olaraq. Bu bilir kimə ilişmək lazımdır. Bu bilir kimin üzərindən reyting qazanmaq lazımdır Azərbaycanda. Bilir. Çünki bilir ki, ölkənin ən populyar TV-lərindən biri TV Musavatdır. Ən vicdanlı jurnalistlərdən biri də Sevinç Telman qızı dedi. Mən buna bir çamur atım, bu bütün hallarda qadındır da bir şəkildə özünü müdafiə edəcək. Mən də bir şəkildə o mundar fotolarım, mundar videolarım onların televiziyalarında yer alacaq. Və oldu da, nəyə görə? Çünki mən ləyaqət, ailə, əxlaq məsələləri olan yerdə susan deyiləm. Heç kəs də bunu gözləməsin məndən ki, kimsə gələcək məni təhqir eləyəcək. Mən də deyəcəm, nə yaxşı, problem yoxdur. Tək it ürər, karvan keçər. Hə, it ürər. Baxın hansı mövzuda. İt ürər, onu bir dənə daş atarsan. Amma ona daşlatmaq lazım deyil. Onu faktla susturmaq lazımdır və başına qaya atmaq lazımdır. Necə ki, mən bunu eləyirəm. Qısa konkret.